Azərbaycanda da cadu anlayışı xalq inanclarının bir hissəsidir. Əsrlər boyu nəzər, bəxt bağlanması, sevgi cadusu kimi anlayışlar yaşayır. Kəndlərdə hələ də belə sözlər eşidilir. Qızın bəxti bağlanıb, bu evdə cadu var, filankəs məni ofsun eləyib. Bəziləri inanc, bəziləri qorxu ilə bunu qəbul edir. Əslində isə insanın inancı çox vaxt onun öz ruh halını dəyişir. Kim özünü cadunun təsirində hiss edirsə, beyni elə bu inamla reaksiya verir. Elm deyir ki, inanc beyində kimyəvi reaksiyalar yaradır. Yəni, insan düşüncəsi bəzən özü sehir kimi işləyir. Bugün bir çox insan cadunu enerji, niyyət və düşüncə gücü kimi izah edir. Kimi dua oxuyur, kimi meditasiya edir. Amma hamısı bir həqiqəti axtarır. Görünməyən, amma hiss edilən bir gücü.